Fərəz müəllim, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvəti qəbul edib studiyaya gəldiyiniz üçün. Gündəm çox zəngindir. Biz çalışacağıq ki, qarşıdakı bir saat ərzində dünyada və ölkədə baş verən ən mühüm hadisələri sizinlə birlikdə müzakirə edək. Hardan başlayaq? Avrasiya İqtisadi İttifaqının növbəti zirvə görüşünün keçirilməsi gözlənilir. Elə biləm bu ay bu tədbir keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirə də getməkdən imtina elədi. Bundan əvvəl 9 may paradında iştirakçıdan da imtina eləmişdi. İndi isə Avrasiya İqtisadi İttifaqının növbəti toplantısına qatılmaqdan imtina edir. Necə hesab edirsiniz? Avrasiya İqtisadi İttifaqı artıq son günlərini yaşayır, yoxsa Paşinyan Rusiyadan qopur? Elə bunlar ikisi də mahiyyətcə eyni məsələdir, deyək ki. Çünki Moskvadakı görüşdə, Putin-Paşinyan görüşündə Paşinyan kifayət qədər çılpaq mesajlar verdi. Yəni, həm Putinin seçkilərdə onların dəstəkləyəcəkləri adamların, o da belə demədi, təbii ki, Rusiya vətəndaşı olaraq ifadə elədi. Onlara meydan verilməsinə net cavab oldu Paşinyanın. Üstəlik də Avrasiya İttifaqı yoxsa Avropa İttifaqı arasında seçim məsələsində də artıq Paşinyanın mövqeyi vardı. O da yenə dedi ki, bunun üçün referendum lazım deyil. Biz sadəcə olaraq mövqeyimizi müəyyənləşdirmişik və o zamanı gələndə bu məsələdə həllini tapacaqdır. Yəni artıq həm də o Putinin boşanma məsələsi də bir eyham vurdu. Biabırçılığıdır o, Fərəz bəy. Təbii, buna görə Paşinyan demək olar ki, mövqeyini müəyyənləşdiribdir. Ermənistanın mövqeyini müəyyənləşdirib. Ermənistanın kursu məlumdur. Ermənistanın kursu Avropayadır və addım-addım Paşinyan buna nail olur. Və yolun üstündə olan bütün tikanları təmizləməyə demək olar ki, nail olur. Kilsə ilə məsələni böyük mənada həll elədi. Siyasi rəqibləri ilə məsələləri demək olar ki, nəzəri aspektdə həll eləyibdir. Şüarların toqquşmasında onun şüarları pilot etdi və keçmişi çözələyərək Köçəryan, Sarkisyan, başqaları Paşinyana idə tutmaq istədikdə daha ciddi argumentlərlə Paşinyan cavab vermə imkanlarına malikdir. Və son tədbir ki, keçirildi Avropa İttifaqının Ermənistanda, bu da çox mühüm bir məsələdir əslində. Bunu küçümsəmək doğru deyil. Doğrudur. Bu tədbir Avropa İttifaqının tədbiridir. Amma bu məkanda keçirilməsi, orada verilən mesajlar, Zelenskiy ilə ora gəlməsi və ultimativ danışması ki, Putin də ona irad tutur ki, sən Zelenskiy verirsən falan. O deyir ki, elə məqamlar olub ki, Rusiya nümayəndələri də, başqa dövlətlərin nümayəndə danışmır. Mən onların da sözünü kəsməmişəm. Yəni, elədikləriniz qarşınıza çıxır kimi belə bir cavab verdi. Çox belə bu məsələlərdə rahat danışır. Göründüyü qədər Paşinyan 3-cü məsələlə də kifayət qədər zəmanətini alıbdır ki, ona Rusiyanın hərbi təzyiqlərinin mənası yoxdur. Gümrü, o Makronun gümrüyə getmə məsələsi, yaxud da gümrü ətrafında baş verənlər də onu göstərir ki, oradakı hərbçilərdən çəkinmir, ehtiyat eləmir. Düzdür, biz Fransa... Nə yazıq Fərəz bəy? Fransa məsələsi toxunarıq bir. Yəni, amma Avropa İttifaqı artıq buradakı missiyalar Ermənistanda gətirilməyən bir mənana. Biz bunu sizdən bir dəfə də danışmışdıq. Əslində, Avropa İttifaqının burada təlimlər keçmə adında qüvvələr gətirməsi, Amerika səfirliyində xeyli qüvvənin olması, orduda modernləşmə adı altında burada təlimlərin keçirilməsi, bütün bunlar onu göstərir ki, əgər bir cümlə tərpənmə olarsa, ayaqlanma olarsa, onun da alternativ haqqında düşüncələr var. Paşinyana qarşı sui-qəsd başqa kimi cəhdlərlə də bağlı olaraq, bəzi məqamlarda Paşinyanın cəmiyyətin içərinə çıxması, rəqs eləməsi falan məsələlər də mühafizəsiz deyil. O da bu məsələləri görünür qədər xarici dostlarıyla birlikdə həll edibdir, əmindir və Rusiyanın başqa nə rıçaqları qalır, iqtisadi rıçaqları qalırsa, deyək ki, hətta dünənə qədər müharibə apardığı Azərbaycanın artıq neft məhsullarını alır, ya gübrə başqa şeylərdə götürür falan. Bu mesaj verir ki, mən ən sərt düşmən olan adamlarımla da dost mövqeyinə qayıtmışam, sənsə ən dost dövlətlərdən düşmən mövqeyindəsən. Məndən bu diplomatik platformada, masada danışmaqda məni qorxuza bilməzsən, çünki sahə yarıqlanırsasında sadişimi görmüşəm. Məsələ bu yerdədir. Yəni, Rusiyanın açıq şəkildə Ermənistana bir hücum eləməsi, əzməsi, pozması kimi məsələlər də çox az ehtimal olunan məsələlərdir. Mən bunu sıfırın altında görürüm.
İndi burada amma başqa məsələlər də var. Yəni Ermənistan tərəfinin bu Rusiya-Ermənistan münasibətlərində tutduğu vizyon. Amma Azərbaycana münasibətdə bəzi gecikdirmələr, deyək ki, bu seçki ilə bağlı Azərbaycan tərəfi bəzi məsələlərə göz yumur ki, hələ Ermənistanda seçki vardı. Baxaq görək nə baş verir. Orada olan seçki də Paşinyanın ya kimsə seçilməsi məsələsində yox. Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyinin hansı formada olması üçün Azərbaycan tərəfinin platforması daxildir bu. Yəni o kim seçilsin, kim seçilməsin yox. Hansı dünya görüş gəlsin, biz hansının hazırlığını görək. Hansı gələrsə ona uyğun da bizim təbii ki hazırlığımız var, amma indi biz daha çox o revanşistlərin mövqe qazanması halında özümüzə əlavə bir yük götürmək, əlavə bir problemi həll eləmək kimi bir istəyimiz də yoxdur. Amma burada bir məsələ vardı. İndi bəzən sülh göyərçini kimi təqdim olunur Ermənistan, amma sülh təşvini kim verib? Azərbaycan verib. 5 məlum sülh gündəliyini biz yaratmışıq. Bəndinə Azərbaycan tərəfi təqdim edib. Açılımlarla bağlı. İndi Paşinyan öz adına çıxmaq istəyir ki, Qafqazda bu açılımlar, yol nəqliyyat məsələləri falan. O açılımı kim vermişdi? Azərbaycan tərəfi vermişdi. Zəngəzur dəhlizlərindən açılım olsun, başqa M2 yolundan sonra açılımlar olsun. Bu da Azərbaycan təşvidir. Azərbaycan tərəf nəyi istəmir? Bizim bu yumuşaq görünən münasibətimizdən suyu istifadə etməsinlər. Çünki 30 il əslində Minsk qrupu Ermənistanla bir yerdə oyalama siyasəti yürütdülər. Və biz bunun şahid olduq ki, onlar işğal faktını reallaşdırmaq istəyirdilər. Onların məqsədi bu idi. Və 3 dövlət, bu Minsk qrupu da abstrakt bir qurum deyil ki, dövlətlərdən ibarət idi da. Rusiya, Fransa və Amerikadan ibarət idi. İndi bunların mövqeləri yenə də ayrı-ayrıqda olsa da bəzi məqamlarda üstə düşürlər. Yəni tam burada sabitlik yaranması məsələsi, tamamilə Azərbaycanın dominant vəziyyətə gəlməsinə qısqanc yanaşımlar var. Fransanın elə öz yanaşmasını götürək deyək ki, məsələn. Amma Azərbaycan tərəfi bu məsələlərdə Ermənistana daim xəbərdarlıq edir ki, sənin gətirib burada güya sülhlə bağlı olaraq bir missiya yerləşdirməyi və yaxud da burada hər hansı bir addımlar atmağın, pozucu faktorlara, revanşistlərin sabahları əl atacaqlar, sən də hələ susacaqsan ki, məsələlər məni deməli oyalaya bilməz. Mən bu məsələləri 30 il keçmişəm, bu məsələləri bilirəm və sülhə atılan addımlar ki, mənim layihəmdir, amma sülhlə bir başqa şey qarşılamaq lazımdır. O nədir? Bizim ehtiyatlı olmaq məsələmiz. Ki, bizi məsələn, Köçəryan Qarabağ keçmiş Arsaq bayrağı ilə deyək ki, sərhədlərə gəlirsə, bu Ermənistan daxilində baş verir də. Gəlib də artıq ora, gəlir, görsənir, qayıdır deyək ki. Yaxud da bir bəyanat verir ki, Rusiyanın bir qırmızı xəttləri var, kimsə onu tapdalarsa, Rusiya sahib çıxmaz ona, Paşinyan işarə edir. Yəni, mən gəlirəm kimi bir məsələ vardı. Belə məqamlarda Azərbaycan tərəfi çox doğru olaraq da mesajlarını verir ki, Azərbaycan prezidenti də son açıqlamalarında çox Zəngilanda ictimai nümayəndələr görüşündə çox ciddi mesajlar verdi. Çox ciddi mesajlar verdi. Məsələn, açıq şey, demək onun açması buydu da. Yəni, bizə fərqi yoxdur. Hansı formada deyilsə, o formada siyasət davam etdirə bilərik. Amma bu dəfə biz əvvəlki kimi güzəştli davranı bilməliyik. Biz açığı birinci mərhələdə güzəştli davrandıq. Yəni, biz əslində prosesi davam etdirib, gedib bayrağımızı İrəvana qədər sanca bilərdik. Biz Zəngəzur dəhlizi deyilən o qərbi Zəngəzuru götürə bilərdik. Bu cür hüquqi əsaslar var yeri gəlmişkən. Çünki Zəngəzur 20-ci illərdə verməyinə baxmayaraq, bu Mehri hissəsi sonradan 29-cu ildə verilibdir. 69-cu ildə SSR Ali Sovetində təsdiqlənib. Tamamilə qeyri-qanuni, hətta Sovet sərhədləri ilə belə qeyri-qanuni şəkildə verilmiş bir yerdir. Biz oranı götürə bilərik. İndi burada məsələ nədən ibarətdir? Sülh istəyiriksə, bu bir paket olmalıdır. Sülhün öz şərtləri var. Məsələn, odur ki, konstitusiyadan bu maddələri çıxaracaqsan. Azərbaycana ərazi iddian vardı, falan vardı, Türkiyə qarşı ərazi iddiaların vardı, şəkil vardı, pasport üstündə orada falan, götürəcəksən bunları. Azərbaycana ərazi iddian olmayacaqdı öz yerində. Sonra bizim anklav olan ərazilərimizi geri qaytarmalısan, delimitasiya, demarkasiyada sənədlər gözləməsi. Amma post-müharibə dönəmindəki bəzi şərtlər var ki, onlar mütəmadi olaraq yürüdülməlidir. Baxın, siz Mirzaya məlum oldu ki, siz də verilişlərinizin birindən toxundunuz ki, Avropa deməli, məhkəməsində başqa yerlərdə Azərbaycana qarşı müəyyən absurd iddiaların qaldırılması arxasında həm də Mirzayan dayanırmış.
yəni bugünkü Ermənistan Okamponun hakimiyyətinin yayılmış videosunda açıq şəkildə nümayəndəsi dayanırsa, bu o deməkdir ki, bunlar bir tərəfdən sülh məsələlərini danışıb, ikinci tərəfdənsə qabaqlayıcı tədbirlərində görürlər. Ki biz o təzminat davalarından falan məsələlərdən bizi qabaqlasaq, biz ona görə də hesab edirəm ki, həm sülh danışıqlarını aparmalıyıq, həm də müharibə dönəmindən sonraki bizim qaldırdığımız tələbləri unutmamalıyıq ki, və sərt şəkildə artıq qoymalıyıq. 800 milyardlıq təzminat davamız var bizim. Bəli. Mütləq qaldırılmalı. İtkin düşənlərimizin taleyi var, qaldırılmalıdır. Azərbaycan ərazisində nəinki bu indi həbsxanaya salınmış terrorçular buraxılmaz, qəti şəkildə buraxılması mümkün deyil ki, Avropa İttifaqı hərdən belə sərsəm şüarlarla çıxış Biz edirlər. digər terrorçulara gətirib cəzalandırmalıyıq. Saksiyonu gətirməliyik, Köçəryanı gətirməliyik. Azərbaycan xalqının qanuna bulaşmış hər bir erməni terrorçunu biz gətirib burada cəzalandırmalıyıq. Tamamilə doğrudur. Bunun üçün çox ciddi əsas vardır. Məsələn, Ermənistan keçmiş prezident Sarkisyan qəhrəmancasına dırnaqarası bəyan edirdi ki, beynəlxalq tribunlarda Xocalda biz adamları, dinc əhalini ona görə qırırdıq ki, Azərbaycanlılar düşünməslər ki, biz dinc əhaliyə toxunmarıq və onlar qaçsınlar. Sübutlar var. Yəni. Ya bunun artıq izahatıdır deyək də. Yəni bu artıq həbs olunmaq üçün real şəkildə verdiyi bir izahat kimi də qəbul edilmiyorlar. Yəni Ermənistan tərəfi bizim itkin düşmüş adıyla güllələtdiyi, Kəlbəcərdə, başqa qızıl mədənlərdə işlədib edam elədiyi, yoxa çıxartdığı, orqanlarını satdığı adamlarla bağlı cavab verməlidir. Bunlar bu sualların mütləq cavabı olmalıdır və bəzən bu müharibə bitibdir, sülh bağlıq deyirlər. Amma müharibənin sonuçlarına baxaq da, Ermənistanda Azərbaycan neçə kənd dağılıbdır ki, neçə ev uçurubdur ki, savaş gedəndə biz nöqtə atışı ilə hərbi yerləri vurduq və savaş da bizim ərazidə getdi də. Amma Azərbaycanın 900-dən çox kəndi, qəsəbəsi, şəhəri dağıdılıbdır. Doğru mu? Doğru. 1600 nə qədər evdən, yoxsa 16 mindən çox evdən söhbət gedir. İndi bir məsələ var burada. Biz indi bunları bərpa eləməliyik. Siz də keçən verilişlərdə toxundunuz buna. Bir əlavədə bir 800 milyard, olmasın 500 milyard, bunu bərpa olunmalıdır. O 800 milyard elə itirmişik. Bir də əlavə nə qədər? 100 milyardlarla vəsait itirməliyik. Bizim borcumuz var ermənilərə. İndi deməli, burada həm də hər şey pulla həll olunmur və hər şeydə bərpa olunmur. O tarixi mədəni abidələrimiz ki var idi bizim, həm maddi mədəni abidələrimiz var idi ki, bunların heç biri pulla ölçmək mümkün deyil. Bunlar bizim böyük abidələrimizi yerinə işlərlə dağıtdılar, şəhərləri yer üzündən sildiler, mədəniyyətimizi məhv ediblər bütövlüyü, ekologiyamızı məhv ediblər. O belə çıxır ki, hər 100 ildən bir təxminən formasiyalar dəyişəndə ki, Ermənistan həmişə Rusiyada xüsusən inqilablar olanda formasiyalar dəyişəndə o dönəmdə istifadə edə bildi məsələn. Hər dəfə Azərbaycana qarşı, sonuncu dəfədə, əslin əvvəlində də, Zəngəzur falan alanda da, o vaxtda bir dəyişiklik baş verəndə, indi də bu SSR-nin son süqut vaxtında da 2 dəfə də istifadə edib. Belə çıxır ki, biz qrup düzəltməliyik, hər 100 ildən bir bunlar gəlib bizi dağıtmalıdırlar, talan eləməlidirlər, bəli, aparmalıdırlar. Prezident də bu məsələyə toxundu. Məhz talan eləməklə bağlı olaraq kampaniya aparırdılar. Gəlib o müharibədə mərmi dəydi, biri uça bilər. Amma orada nə daş var, nə bir kubik var, nə bir çərçivə var, nə bir rels var, heç nə yoxdur. Yəni daşıyıblar. İrandakı adamlarla birlikdə, bəzi oradakı işbazlarla və bunlara dəstək verən adamla birlikdə. Yəni biz belə çıxır ki onda, hər 100 ildən bir biz qurmalıyıq, düzəltməliyik. 100 il keçəndən sonra yenə bunlar eyni şeyi öz ağalarının göstərişindən, yoxsa özləri edəcəklər. Mən niyə ağaların göstərişini xüsusilə qeyd edirəm? Baxın bəy, keçən nəslin əvvəllərində yaxın deməli bir məşhur şərq məsələsi var idi. Ki, Avropa dövlətləri və Rusiya Türkiyənin başına, Türk dünyasının başına oynaşmaq üçün şərq məsələsi ortaya qoymuşlar. Ermənistan da dünya gətirmək məsələsi ilə oradan qaynaqlandı əslində. Sonraki 4T düstur da oradan qaynaqlandı. İndi bu torpaq iddiası məsələsi qaldırırlar, təzminat məsələsi, soyqırımla bağlı oradan qaynaqlanırdı. Deməli, bugün də Fransanın canfəşanlığı və yaxud da Rusiyanın bir başqa formada məsələ müdaxiləsi, bu bölgədə özlərinin yeni, deməli, simada, amma köhnə mahiyyətdə mövcudları təmin etmək üçün Ermənistana bir yerə gətirə bilərlər ki, yenidən istifadə edə bilər. Biz buna tam hazır olmalıyıq. Ona görə biz o iddialarımızdan ki, bu maksimalist görsənə bilər, amma maksimalist deyil, əl çəkməli deyil, üstəlik. Məncə bir tezisdə, bu tezisdə nəzər almaq lazımdır. Məsələn, bu tezisi mən deyəndə bu utopik görünməsin. Nədən ibarətdir? Ermənistan yarananda Azərbaycan torpaqlarında yarandı. Doğru mu? Doğru. 19-cu əsrin əvvəlində yarananda. Amma onu yarananda
orada bir müddəa var idi. O şərtlə bu torpaqlar Ermənistan istifadəsinə verilir ki, burada qururlar ki, burada olan Azərbaycan türkləri toxunulmayacaq, çıxmayacaqlar, mülkləri falanlarda toxunulmazdı. Demoqrafik vəziyyətdə dəyişməyəcəkdir. Beynəlxalq müqavilələrdə bir məsələ var. Tərəflərdən biri təhdüdlərin birini pozursa, müqavilə qüvvədən düşmüş sayılır. Erməni dövlətinin yaranmasında bu təhdüd əməl ediblərmi? Azərbaycan türkləri qalırmı, qalmır? Xeyr. Mal mülkləri qalırmı, qalmır? Yağmalı. Soyqırıma məruz qalıblar, deportasiya olunublar. Biz artıq onun özünün belə mən hesab edirəm ki, Azərbaycan Tarix İnstitutu, Azərbaycan Konstitusiya Məhkəməsi və yaxud ümumiyyətlə hüquqşünaslar və Xarici Nazir nümayəndələri ibarət bir komissiya yaranmalıdır. İxtisasçılar da bura daxil olmalıdır və bu komissiya o müqavilənin üzərində işləməlidir. Ermənistan dövlət o vaxt götürdüyü təhdidə görə təhdidi pozubdur. Ya bu dövlət ləğv olmalıdır və yaxud da bu dövlət Azərbaycan tərkibində muxtariyyəti ola bilər ya da Azərbaycanlılar hamısı yerinə qaytarıb mal mülkü də özünə qaytarılmalıdır. Biz indi Qərbi Azərbaycan icması kimi fəaliyyət göstərir. Bizim partiyada 2005-ci ildən Qərbi Azərbaycan departamentimiz mövcuddur. Bu iddialarla biz çıxış edirdik. Qərbi Azərbaycandan qayıdışı ilə bağlı olaraq söhbətləri bəzən səngidirlər. Bunu o nə ilə əslində deyək ki, balanslaşdırırlar bəziləri, bu doğru deyil. Məsələn, ermənilər Qarabağ iddiasından bağlı olaraq biz susuruq, siz də Qərbi Azərbaycan söhbətini qoymayın deyə bir şey var. Bunlar tamam fərqli məsələlərdir. Qarabağ ermənilər 1828-ci ildən sonra köçülmüşdü. Onlar da özləri abidə qoymuşdu. Ora gəlməklərin 175 illiklərini xatırlayırsınızsa sonra köçdülər. Bəli. Və bu gəlmələr orada iddialarla çıxış edirlər. Onların burada heç nə yoxdur. Qarabağda bunların Paşinyanın ifadəsindən desə, nə bir ev qurubdular, nə bir zavod qurubdular, nə də bura onların heç olmuyubdur. Son çıxışında verdiyi tezislərdir. Biz isə aparıcı xalq olaraq Qərbi Azərbaycanda yaşamışıq və hətta onların orada dövlət qurmasına icazə vermişik, amma o şərtlə ki, bu Azərbaycan türkləri amma toxunulubdur. Məncə, biz nəinki təzminat davası müharibədə itkilərimiz, həm də bu məsələni ciddi şəkildə gündəmə gətirməliyik və erməni tərəf başa düşməlidir ki, gedib Paşinyanın qulağına nəsə pıçıldağına məsələ olmur. Biz bu məsələləri bağıra ortaya qoyuruq. Siz də özünüzü yığışdırmalısınız və günün birində təzminat məsələləri müxtəlif versiyalar, variantlar deyirlər. Mütləq şəkildə mexanizmi işə salmaq lazımdır. Ərazimdən sən qatar keçirə bilərsən, neft keçirə bilərsən, kübrə keçirə bilərsən, puluna olan bir şeydə logistik məsələdir bu. Əməkdaşlıq da edə bilərik biz. Amma bunu yenə də o təzminata aidiyyatı yoxdur. Sən hansısa formada ildə nə qədərsə pul ödəməlisən, işimi görməlisən. Yəni bax, bir küvet ortada məsələsi var. Küveti İraq vuranda küvet İraqdan 2-3 il əvvələ qədər İraq onlara təzminat ödəyirdi. Amma başqa münasibətlər də saxlayırdılar, iqtisadi münasibətləri, ticari münasibətləri. Bu paket, ayrıca bir paket idi. Biz də Ermənistanla sülh müqaviləsi o deməkdir ki, biz səninlə daha dalaşmırıq. Amma əvvəlki savaşın bir bədəli olmalıdır axı. Mən sənin bir kəndimi dağıtmışam, gəlin bərp eləyim. Sən mənim 9 kəndimi dağıtmışsan, şəhərimi dağıtmışsan. Bəs bu nə olacaq? Elə gəldin, dağıtdın, uduzdun, öz iradəndən asılı olaraq çıxıb getdin sən buradan axı. Doğru mu? Məsələn, tutaq ki, İngilislər Hindistandan başqa yerdən biraz öz iradələri ilə çıxıb gedirlər, vəziyyətə baxırdılar. Amma səni burada biz əzib çıxartdıq buradan. Deməli, sən sabah güclənən kimi yenə mənim ərazimə girəcəksən, yenə eyni şeyləri mi eləyəcəksən? Niyə bunu, biraz bu məsələdə mütləq şəkildə nəzər almaq lazımdır? Ermənistan heç vaxt müstəqil bir dövlət olmuyor. İndən belə də tam bir müstəqil dövlət olması ehtimalı yoxdur. Ağasını dəyişir. Doğru. Yəni Rusiyadan çıxır. Rusiyanın forpostu idi, Fransanın forpostu. Forpostu olur, yaxud Avropa İttifaqının qanadının altına girəcək. Bir balaca dövlət kimi formalaşır. Özünə gələn kimi, yəni axmaq illüziyalarının ortaya çıxa bilər. Axmaq illüziyaların iddialarının ortaya çıxa bilər. Ona görə biz bu başdan işimizi çox ehtiyatlı görməliyik ki, bunların başa düşməlidirlər ki, bizim təşəbbüslə proseslər gedir. Biz sizi izləmirik gündəm olaraqdan. Yəni sülh prosesidir, bayaq dediyim kimi 5 məlum prinsiplə biz onu təklif eləmişik. Logistik imkanlar məsələsidir, biz demişik. Delimitasiya, demarkasiyadır, biz məsələni qoymuşuq ortaya. Siz dövlət kimi hələlik üzərinizə düşən heç bir şey eləməmişsiniz. Eləməkləri lazımdır. O mənada mənə elə gəlir ki, bu günləri Mirzəyanın davranışı məndə təəccüb doğurmur. Hərçəndir, Paşinyan bir mənalı şəkildə qərb artıq xətti tutubdur. Amma Ermənistanın qərb blokunda olması, şərq blokunda olması, şər blokunda olması Ermənistan mahiyyətinə az təsir edir. Yəni, bütün məsələnin içərisində erməni iddiası erməni gücünə bağlı olacaqdır. Azərbaycan bütün hallarda Ermənistandan güclü olmalıdır
və Azərbaycan Ermənistanın Azərbaycana borclu olduqlarını zaman-zaman istəməlidir. Onlar başa düşməlidirlər ki, bu məsələnin arxasında çox ciddi bir dövlət istəkləri vardır. Açıq biz intiqam almalıyıq da. Yəni sən mənim gəl dövlətimi keyfin istədi ki, dağıtdın, sonra çıxdın, getdin, indi məndən deyirsə ki, mən hər şey yaxşıdır, alver dedim səndən falan. O nə olsun bəs? Sən mənim evimi girib dağıtmışsın. Fərəz bəy, 800 milyarddan çox Azərbaycana ziyan vurub Ermənistan deyirik. Amma bu da reallıqdır ki, bu kompensasiyanı Ermənistan ödəmə iqtidarında deyil. Bu təqribən dünən elə biləm bizim efirimizdə bunu hörmətli professor Fikret Yusifov səsləndirdi. Ermənistanın nə bilim 150 illik büdcəsi, 130 illik büdcəsidir dedi, dövlət büdcəsidir bizə vurulan ziyan. Ermənistan bunu necə ödəyəcək? Biz bu kompensasiya məsələsini qabardaq. Bu tamamilə haqlısınız. Hər zaman da biz bunu xatırlatmalıyıq. Amma Ermənistan bunu ödəyə bilməyəcək. Nə ilə əvəzləşdirə bilərik? Nə alaq Ermənistandan ki, vurduğu ziyanın əvəzi olsun? Baxın, mən bayaq Küveyt məsələsini təsadüfən demədim. Son 2-3 ilə qədər İraq Küveytə kompensasiya ödəyirdi. Bu da hüquqi həllini tapandan sonra Ermənistan tərəfi zaman-zaman mütləq deyil ki, bu nəslə ödəsin onu da ödəməyə başlasın. Məsələn, gəlirlərinin büdcəsinin bir hissəsi kompensasiya, təzminat ödənməlidir bunları. Almaniya yəhudlərə indiyə qədər təzminat. Bir hissəsi, bu bir variantdır. İkinci, ərazi məsələsi bəzən qəribə gələ bilər, amma bu da normal bir məsələdir ki, ərazi məsələsi. Amerika bir çox əraziləri pulla almışdı o vaxtlar. Biz Rusiyadan da ərazi almışdı, İngiltərədən də ərazi almışdı falan. Ərazini qiymət eləyib müəyyən hissəsini götürə bilər. Məsələn, birinə borcun var, pulun yoxdur, deyirsən ki, mənim bir torpağım var. Gəl bu torpağını bunu əvəzləşdir. Qərbi Zəngəzuru bizə verə bilər Ermənistan. Böyük mədən sənayeləri falan məsələlərində gəlirinin 80-90%-ni deyək ki, Azərbaycanın hər il ödəmək məsələsi ola bilər. Və s. Yəni, bütün hallarda bu mexanizm işə düşməlidir. Adam cəzalandırılığın fərqində olmalıdır bu dövlət ki, sən dağıtmışsan, biz də o 8 milyardı bir günə, 5 ilə, 3 ilə o yerləri bərpa edə bilməliyik. O pul əlimizdə olsa belə, texniki, fiziki mənada onun həyata keçirilməsi real deyil də. Bu, deyək ki, indi gör neçə ildir biz azı dəmişik ölkə ərazilərimizi, hələ orada deyək ki, 30 milyarda qədər yatırım qoyulub da, əsasən yollara, infrastruktura, logistik məsələlər sahmana salmağa, hələ nə qədər orada işlər görüləcəkdir, zaman-zaman görüləcəkdir. Ola bilər ki, bizim tamaşaçılarımız və yaxud da bizi dinləyən ermənilər olsun, kim o, mütləq onlar bu məsələləri izləyirlər də. Onlara qəribə gələ bilər, amma dünya təcrübəsində görünmübdür ki, gələsən bir dövlət üçün təhqiramiz şəkildə ərazini dağıdasın, çıxıb gedəsən. Hətta mən sevirəm İsrail məsələsi, həmişə misal çəkməyi. İsrail idmançılarını olimpiyadada öldürmüşdülər. İsrailin baş naziri sərəncam verdi. Özü də belə verdi sərəncam. O qatillər harda olursa olsun, tapılıb infaz olsun, tutulsun yox. Və onların hamısı harda tapıldısa infaz olundu. Biz bu məsələlərdə ölkəmizə vurulmuş zərərin ödənilməsini istəyirik. Paşinyan demir ki, günahkar Sarkisyan, Köçəryan falanlardır. Məsələn, bu başdan onların özlərimizə təhvil verir bilər. Əmlakların Azərbaycan hesabına müsadir elə bilər. Bizdən yağmalı aparıblar axı. Bəli. Azərbaycan ərazililərindən prezident dedi, qapı çərçivəsindən tutmuş, hər şeydə söküb aparıbdılar. Bu müharibədə mərmidən zəd almaq deyil ki, oğurlayıb aparıblar, talayıblar aparıbdılar. Talayıb aparıbsa geri qaytarmalıdır. Bizim qılınc haqqımızdır. Dünyanın hər yerində məsələyə belə yanaşırlar. Ona görə mən hesab edirəm ki, ermənilərlə sülh danışıq apara da müəyyən komissiyalar işləməlidir. Necə ki, Mirzəyangil bir tərəfdən sülh danışıq aparırlar, ikinci tərəfdən Avropa Azərbaycan əleyhinə kampaniyada iştirak edirlər. Yəni bunlar təəccüblü görünməli deyil. Biz də eyni formada, həm də qabaqlayıcı formada eləməli. Doğrudur, mən həmişə deyirəm ki, başqa qurumlarla bağlı, daxili siyasətdən bağlı, mən müxalif mövqedə olan partiya sədriyəm. Narazılıqlarım var, ifadə eləmişəm çox sərt şəkildə, amma Azərbaycanın xarici siyasəti, hərbi siyasəti, bir də Dövlət Təhlükəsizlik Xidmətinin təhlükəsizliyini təmin etmə məsələsi unikal şəkildə quruldu və harmonik şəkildə bu yürüyür. Hesab eləmirəm ki, bu məsələlər nəzərə alınmayıb. Məndə olan məlumata görə təzminatla bağlı bir müəyyən işlər görülür. Məhkəmələrə verilib. Onları mən bilirəm. Amma artıq masada onlara bu məsələlərlə bağlı olaraq deyilməlidir ki, sən delimitasiya eləyib demarkasiya başa düşdük. Buradan sərhəd keçirsən, sərhəd keçmişdin, öz başına M2 yol çəkmişdin. İndi məcbursan orada gömrük haqqı verirsən mənə.
Girməzmilər əzmə. Doğru mu? Bunları düzəltməliyik. Bundan sonra döyüşməyək. Biz də istəmirik. Son 2 ildir demək olar ki, bir-birinə heç bir tək güllə atmayıbdır. Bu, bundan sonraki məsələdir. Buna qədərki məsələlər var. Mənim minlərlə insanım itkin düşməli bir DNT-si ilə tapırlar. Biz bunları unuda bilmərik ki. Təbii, Xocalı məsələsi. Bəli. Biz unuda bilərikmi? Qətiyyən. Və yaxud da bizim o uşaqları bunlar qətlə yetiribdilər, orqanlardan istifadə ediblər, satıblar orqanların kənara. Bunu Zoli Balayan kitablarında yazıb hətta orqan satışla bağlı. Başına mı buraxılmalıdır məsələlər? Məncə yox. Ona görə biz Avropa İttifaqı ki, bizim üzərimizə hərdən bəzi səslər çıxadır, tutun erməniləri, o həbs olmuş erməniləri buraxır. Adama deyilə bilsin nə var? Sən bizdən artıqsan, mən bir dəfə Avronesin üzvü olanda bizdə parlamentə Avropa İttifaqının prezidenti Buzek bura gəlmiş, Polyakdır. O video yayılıbdır, çəkiş vardı. Çox belə başladı bizə ağıl verməyə, əməkdaşlıq etmək lazımdır ermənlə falan. O vaxt xeyli əvvəl, müharibdən xeyli əvvəl söhbət gedir. 2015-ci ildə zıtdan gedir. Mən onda söz aldım, dedim ki, siz polyaksınız. Sizin Oder-Ness problemi vardı Almaniyanın. O həll olunmayana qədər Avropa İttifaqının yaranması icazə vermirdiniz. Sizin xalq, bizim xalqdan artıqdırmı? Doğru. Mənim 100 minlərlə adamın qaçqın düşüb yerindən, mülkləri əlindən alıb, dağıdılıbdır. Sən kimsən ki, gəl bizə nağıl danışsın? Adam tər basmışdı və getdə götürməyə məcbur oldu orada. Qəhrəmanlığımdan danışmaq istəmirəm. İndi gündə bizə bir dənə tələb göndərirlər. Sən ermənilər, nətər olur? Siz orada bir nəfər terrorçu, Əl-Qaidədən bir nəfər terrorçu gedir, bir binanı partladır. Əfqanistana qədər yer üzündən da silmədiyiz dövlət. İraq dağıldı falan yer, hər yeri darmadağın əldəsi ki, bunlar cavab verməlidir. Adam mənim ölkəmə hücum edibdir, öz ifadə verir, adamlarımı qırıbdır, separatçılıq edibdir. Mənim ölkəmdə konstitusiyanı pozub dövlət qurmağa çalışıb. Bir dənə separat hərəkatının bir qatil tutulubdur ki, əlləri qana batmış, adam yüzlərlə adamın ölümünə bahis olubdur. Balastik raketlər atıbdır, adam demin balastik raket atmışım, mən atmışam. Dinc əhali üzərinə. Sən niyə buraxmalısın, kimsən mənə tövsiyə verirsən? Düzdür, onların verdikləri bəyanatlar, verdikləri sənədlər tövsiyə xarakterlidir. Amma heç bizə o tövsiyə xarakterli də verə bilmir. Biz onların üzvü deyilik axı. Mən Avropa İttifaqının əməkdaşı tərəfdarıyam. Münasibətlərin yaxşılaşdırılması tərəfdarıyam. Son onların Kallasın başqasının da bura gəlməsi, prezidentlərin söhbətləri falan, bunlar normal qəbul. Hətta daha irəli getmənin tərəfdarıyam. Mən Azərbaycanın müəyyən beynəlxalq strukturlardan çıxmasının tam əleyhinəyim. İstənilən platformada iştirak etmək lazımdır. Söz demək lazım. Amma o platforma bizim əleyhimizədirsə, bizim orada nə işimiz var? Yox, sərt şəkildə sözümüzü deyir orada. Üstəlik, həm də biz biraz yumuşaq gedirik. Zəhmət çəksin o Avropa parlamentində, başqa yerdə olan bizim də deputatlarımız, dostluq qrupda olanlar da işləsinlər. Yığılırlar Avropa parlamentində, mütləq hamı yığılıb, çox səs çoxluğu məsələsi yoxdur orada. Kim yığıldısa, mənim neçə yüz adam var orada, bir 60 yığılıb, bir dənə gəlib bəyənir. Doğru. Sən neçə səslə qəbul edib, Azərbaycan əleyhinə olan qətnaməni? Sən də 61 nəfər öz dost ilə, gəl otur orada, o 61 nəfər 60 nəfərin cavabını versin də. Bu qədər tədbir keçirilir. Oradan buradan adamlar çağırsan. O adamlar çağır gəlsin bura, dost qrupunun nümayəndələrinə deyirəm. Burada qarşılar, görüş, tanışdır bu məsələləri, materiallar. Mən özüm parlamentdə olanda və sonraki müddətdə 975 dənə məktub yazmışam. Ayrı-ayrı parlamentardan Avropa parlamentə. Ayrı-ayrılıqda. Kertin Eşton'a qədər məktub yazmışdı mənimlə. Biz o Avropa isticasına gedəndə elə o qədər mehriban görüşürdülər ki, elə ki, neçə illərdə bir yerdə biz çalışmışıq bir yerdə. Ünsiyyət lazımdır, əlaqə lazımdır, iş görmək lazımdır da. Buna cənab prezident də bir çağırış elədi Avropa parlamentinə bağlı. Dedi ki, mən də Avropa parlamentində o deputat olan müddətdə də orada mən idim nümayəndəlik, bizim yaxşı münasibətlərimiz olubdur. Onu pozmağa çalışacaqdılar. Bizi hər yerdə pozsunlar, biz də küsüb gedəklə iş olmaz. Ola bilər mənim dediklərim qəribə gəlbilər ki, bizə xoşuna gəlmir. Mən demirəm Azərbaycan məsələdə düz eləmədi ya, çıxdı falan. Onu da göstərmək, o dişi də göstərmək lazım. Bəli. Amma Kallas falan gəlib danışırlarsa, münasibətləri sahmana salmağa çalışırlar. Keyflərindən yox. Biz həmişə qapını açıq saxlarıq Fərəc bəy. Qapını açıq saxlayırıq. Enerji asılılıqları vardı, infrastruktur asılılıqları vardı. Bizim bölgə Hertland dünyanın qəlbi deyilən yerdir. Onlara bizdə ehtiyac var, bizim onlara ehtiyacımız yox. Türk dünyasının aparıcı dövlətləri bugün dünyanın tarixini həll edə biləcək, kobaltın, falanın, qiymətli metalların böyük hissəsi Türk dövlətlərindədir. Orta Asiyada uranın böyük hissəsi Türk dövlətlərindədir. Hətta Avropa Birliyinin böyük dövlətləri, Almaniya, Fransa, onun üzərində belə savaş aparırlar. Çin
C5 plus Çin görüşü keçirdi. Amerika C5 plus Amerika görüşü keçirdi. Orta Asya dövlətləri ilə. Evet. O mineralların, o uranın hesabına olan bir şeydir. Hem de tuttuğumuz o geopolitik zonada çok əhəmiyyətlidir və biz cavan, enerjili bir xalqıq. Şər üçbucağı ilə demokrat dünya arasında olan bir körpüyük və həm də bufer zonayıq. Ona görə bizdə ehtiyacları var bizə. Biz bu ehtiyacları nəzərə almaqla, həm də onların dərsini verməklə məncə əməkdaşlığı davam etdirməliyik. O meydanı ermənilərə buraxmaq olmaz, ruslara buraxmaq olmaz, bizi sevməyən dövlətlərə buraxmaq olmaz. Biz nə qədər ki o meydanlara gedirik, o meydanlarda udmağa başlayırıq. İstənilən təşkilatda Azərbaycan girəndə orada fəal olur, aparıcı olur. Ona görə mən hesab edirəm ki, bütün bu amillər nəzərə alınmaqla biz Ermənistan-Azərbaycan münasibətlərindən başladıq. Qlobal kontekstdə məsələlərə baxaraq sülh sazişinə də o məsələdə o cür baxmalıyıq. Yəni başa düşməli ki, burada həm Fransa marağı, Rus marağı, nə bilim Ermənistan özün marağı, başqaları Amerikanın marağı içərisində Türk dünyası olan bir antimaraq varmı? Həmişə demişik bunu, ölkə prezidenti də ifadə elədi ki, bizim evimiz Türk evidir. Yəni, biz bizim ailəmiz qayəsində, mərkəzində Türk dünyası, Türk Dövlətlər Təşkilatı dayanan bir siyasət yürütməyə davam eləməliyik. Hər kəsində normal münasibət saxlamaq şərtilə. Amma Ermənistanla dediyim formada o təzminat və başqa məsələlərdə gündəlik olur. Fərəz bəy, mən sizin o fikrinizlə tamamilə razıyam ki, 1918-ci ildə bizim qədim Azərbaycan şəhərinin İrəvan, Ermənistana güzəşt etməyimizin bir səbəbi vardı və o şərtlə güzəşt etdik ki, qeyd etdiyiniz kimi, orada Azərbaycan türklərinə qarşı hansı bir aqressiv hərəkət olmayacaq. Amma nə biz müşahidə elədik ötən dövr ərzində deportasiya, soyqırım, Azərbaycan türklərinə olmazı müsibətlərinin verilməsi və nəticə o oldu ki, bugün Ermənistan adlanan ərazidə əzəli Azərbaycan torpaqlarında bir dənə də olsun Azərbaycan türkü yoxdur. Və biz indi artıq o müqavilə məsələsini yenidən gündəmə gətirməliyik. Eyni zamanda təzminat məsələsini də biz gündəmə gətirməliyik. Dövlətimiz lazım olanı edir. Təzminatla bağlı məsələlər də gündəmdədir. Biz bunu beynəlxalq məhkəmələrə vermişik. Amma mən hesab edirəm ki, Azərbaycan ictimai rəyində biz bunu tez-tez gündəmə daşımalı və bu məsələni tez-tez qabartmalıyıq. Erməni cəmiyyəti, erməni xalqı görməlidir ki, biz xalq olaraq bunu tələb edirik. Azərbaycan prezidentinin Zəngilanda verdiyi mesajlarda mən həm də bu nüansı sezdim. Məsələn, prezident nə dedi? Dedi ki, onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su verək, bax, fərq budur. Mən indi daha dərinə getmək istəmirəm. Hər bir xalqda yaxşı və pis nümayəndələr var, amma bütövlükdə götürəndə budur fərq. Zəngilanı yerlə yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi. Təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki, onların bütün əhalisi kütləvi surətdə gəlib talancılıqla məşğul idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni, bu onlarda bir qayda idi. Bu normal bir davranış idi. Yəni, vəhşilik normal bir davranış idi. Kim nə qədər çox daş uğurladı, kim nə qədər çərçivə çıxardı, kim nə qədər dam örtüyü çıxardı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik. Bizim insanların heç ağlına belə gəlməz. Azərbaycan prezidenti artıq erməni xalqının üzərinə bir məsuliyyət qoydu. Bu təkcə Ermənistana indiyə qədər rəhbərlik edənlərin problemi deyil. Doğru. Bu təkcə separatçıların günahı deyil. Bu talancılığı törədən bütövlükdə Ermənistan xalqı, erməni xalqıdır. Ermənistan əhalisidir və onlar bu təzminatı indi ödəməlidirlər. Doğru. Bunu istər uzun müddət vəsait şəklində qaytarsınlar, istər dediyimiz kimi torpaq şəklində qaytarsınlar. Hansı formada qaytarırlar, qaytarsınlar. Amma bizə dəyən ziyan ödənilməlidir. Ona görə də mən hesab edirəm ki, biz bu məsələni heç zaman diqqətdən kənarda qoymamalıyıq. Hər zaman bu məsələni gündəmə gətirməliyik, tez-tez xatırlatmalıyıq. Qoy ödəyə bilməsinlər. Amma bundan sonraki dövr ərzində özlərini bizə borclu hesab eləsinlər. Onlar başa düşsünlər ki, onların bizə borcu var və biz bu borc müqabilində istədiyimiz və onların dövlətlərini də əllərindən ala bilərik. Turgay, biz məsələni məncə çox sərt şəkildə qoymalıyıq. Yəni biz belə qoysaq ki, qoy ödə bilməsinlər. Elə onlar onsuz da köklənərlər.
onlara ödətməliyik biz məsələni. Şərtlər dəyişkəndir. Günün birində elə vəziyyət yarana bilər ki, tamam fərqli addım ata bilərik. Məsələn, mən o İrəvan məsələsini ki qaldırdım. Bəli. Sənə burada məsələ belə qoymuşdu. Birgə yaşayış olacaq. Azərbaycanlılarla erməni. Və orada əhalinin sayı da faiz etibarından Azərbaycan türkləri çox idi orada. Ermənilər yox. Birgə yaşayırdın, doğru mu? İstəmədin sən, qovdun onları. Onlar ora qayıtmalıdırlar. Qayıtsınlar, birgə yaşa. Bir muxtar qurum sənə bir vermək olar, dil muxtariyyəti. Azərbaycan tərkibində istəyirsənsə. Ya da o müqavilə düşük kimi, bunu gəl müzakirə edək. Niyə qovmusan? Adamları qaytarmalısın ora. Və təzminatlar ödəməlisən. Biz məsələni sərt şəkildə qoymasaq, maksimalist davranmasaq, bu məsələlərdə yayınma xətti götürüləcəkdir. Biz ola bilər ki, bu gün ona nail olmayaq. Nə üçün nail olmayaq? Yoxları da verə bilmirlər. Amma təkid üzərinə götürsün də bunlar. Bəli, bəli. Ki, mən bunu ödəyirəm. Mən bunu eləmişəm və ödəmək məcburiyyətindəyim. Qaldı o, indi xalqı qınamaq məsələsinə bağlı prezidentin. Doğru məsələdir də. Yəni, o xalq görür ki, sənin o hansı hakimiyyət olursa olsun, Azərbaycan ərazisində uşaqları borulara yığıb, qaynaq edib öldürür. Məscidləri yandırır. Tarix abidələri dağıdır. Bir dəfə sən ictimai rəyində etiraz oldum ki, mədəni abidələrə toxunmayın. Əksinə. Necə olur? Azərbaycanın olan Alban kilsələrini gəlmişsən, erməni kilsəsi kimi göstərsən, bir də şurada düşəndə dünyanı qatırsan bir-birinə. Bəs Azərbaycanda digər mədəni abidələri niyə diqqət eləmirdin ki, bunlar dağıdılır, mədənlər dağıdılır, ağaclar kütləvi şəkildə çıxdıqları vaxtlar necə çıxırdılar? Yandırırdılar evləri, meşələri yandırırdılar. Xatırlamırsınız bunu. Bu nə olub? Bu artıq tarix deyil. Kəlbəzədən çıxanda meşələri, evləri yandırıb getmişdir. Yandırıb çıxmırdı. Yəni bu xalq onda hansı bunun ziyalısı, alimi, dindarı, din adamı bu məsələyə etiraz edir? Mahiyyətləri budur da. Biz onları təhqir eləmirik ki, o olduqları kimi təqdim edirik. Ona görə belə xalqın gələcəkdə də çox fərqli bir nümayəndələrin çıxacağı, bizim çox yaxşı bir münasibət, gerçəkdən içdən bir münasibət quracağına mən inanmıram. Ən yaxşıları Paşinyandır ki, qulağını dalı şillə görmüncə Qarabağ Azərbaycandır deyirdi. Yallı gedirdi. Bəli, Şuşada sərxoş formada yallı gedirdi. Cıdır düzündə. Ondan sonra ağlı başına gəldi. Vurulandan sonra ağlı başına gəldi. Və mən bunların çox ucuz bir dərmanı var. Yumruq, güc. Bunu tətbiq eləmədən bunlar haqqı tanımırlar. Ona görə biz yaşımızın o nəsilik ki, estafeti gənclərə verir. Gənclər bu məsələdə ayıq olmalıdırlar. Və o işin o cür qurmalıdırlar ki, mən keçən verilişdə də sizinlə məsələdə danışdım ki, dostluq edib çomağı yeri qoymamaq. Yəni, bir mütəmadi olaraq o atmosferi elə prezident onu təbliğ elədi əslində ki, bu xalqın nəyinə güvənəsən? İndi biz sizə buradan yardım elədik, tutaq ki, falan, neft buraxırıq, aparırsınız, kübrə buraxırsınız, bu taxıl aparırlar falan ki, siz nə edirsiniz? Əvəzində nə olur? Gedirsən qulağına ilə pıçıldayırsan ki, aranecə qataq. Gedirsən müzeyan, xarici instansiyalarda, belə təşkilatlarda şikayətdən məşğulsan, Fransandan bir şey danışırsan, silah modernləşməkdən danışırsan, Avropa İttifaqı missiyası müraciət etməsən, bütün bunlar Azərbaycanın qəbul olunmazdır və Ermənistan zəhmət çəkməlidir, bizdən özün bərabər yox, məğlub tərəf kimi, gözü kölgəli, gözü qıpıq, yazıq, əl qolu yanında, müntəzəm olaraq əli sinəsində, başüstə deyə sonraki məsələləri həll eləməlidir. Başqa yolu yoxdur. Buna bərabər səviyyədə yer göstərənsizsə, biraz həddən aşağıdır. Bugün Paşinyan bir tədbirdə iştirak edərkən Ermənistanın Xaricilər Naziri Ararat Mirzoyan ona yaxınlaşıb və qulağına nəsə pıçıldayıb. Amma mikrofon açıq qaldığından Mirzoyanın Paşinyana dediyi sözlər eşidilib. Mirzoyan Paşinyana deyirdi ki, türklər bugün açırlar. Nə deyirsən? Xaricilər Nazirliyi bir bəyanat, bir açıqlama versinmi? Sonra Paşinyan Mirzoyana işarə edir ki, mikrofon açıq qalıb, hər kəs eşidir. Mikrofonu sonra bağlayırlar. Sonra Mirzoyan mətbuata açıqlamasında Türkiyə ilə Ermənistan sərhədinin açılmasından söhbət getmədiyini deyib. Bu başqa bir məsələdir, daha sevindirici xəbərlər var. Yaxın zamanlarda biz bunu açıqlayacağıq. Belə bir açıqlama verib Mirzoyan. Necə düşünürsünüz? Türkiyə ilə Ermənistan sərhəddi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmadan açıla bilərmi Fərc bəy? Bilirsiniz, əslində bu məsələlər artıq biraz fərqli məcrada inkişaf eləməlidir. Çünki bizim indi nə demək istədim? Bir arada Paşinyan burada portreti qoyulmuşdu bu
reklam lövhələri Azərbaycanda qoyulmuşdu. Nə idi? Ermənistan cəmiyyətinə işarədir ki, sülhə səs verin məsələsi, doğrumu? Bu seçkiyə qədər Paşinyanın bir fərqli davranış var ortada. Ola bilər ki, açılımlarla bağlı, sərhədlərin açılması, ticarət əlaqələrin qurulması da mümkün olsun. Azərbaycan bu günləri dəmir yolundan onlara neft verir, buğda verir, gübrələri buraxır. Özə bir neçə dəfə bu böyük həcmdə olubdur. Belə sosial şəbəkələrdən informasiya erməni mənbələrindən görünür ki, pasportlarında artıq onlar Ağrı Dağızadə şəklini çatmaq məsələsini qoyublar, götürürlər onlar oradan. Amma mən hesab eləmirəm ki, Azərbaycan və Türkiyə Xarici Naziri hər hansı bir addımı, nəinki Ermənistana münasibətdə, ümumiyyətlə bölgəsəl və qlobal siyasətdə razılaşmamış atsınlar. Bir neçə gündən sonra Türk dövlətlər başçıları, dövlətlər təşkilatları rəhbərləri deyək ki, ayın 15-də Qazaxstanda görüşməlidirlər. Orada da bir çox məsələlər müzakirə olunacaqdır. Nəinki Azərbaycan, Türkiyə, ümumiyyətlə Türk dövlət təşkilatlarının ortaq qərarını verdiyini mən düşünürəm və hesab eləmirəm ki, Türkiyə hər hansı bir addım atanda Azərbaycanın məsləhətləşməmiş olsun. Amma Azərbaycanda indiki halda müqaviləsinə gedər. Türkiyənin Ermənistan sərhədləri ilə bağlı açılma əvvəlki kimi qəti etiraz edəcəyini də düşünmürəm. Çünki kurs yumuşaltmadır. Kurs Paşinyan hakimiyyətindəki vəziyyətdə Rusiyanın başqalarının ayağının altında, Köçəryanın, Sarkisyanın ayağının altında verməmək, revanşistlərin ayağının altında verməməkdir. Ermənistan cəmiyyətini yandırmaqdır ki, Türkiyə və Azərbaycan düşmən dövlətlər deyirlər. Baxın və bu dostluğu da Paşinyan sizin tərəfdən təklif edir ki, biz də onun əlini geri itələmirik. Bizim Köçəryanla, Sarkisyanla, Paşinyanın fərqi budur ki, erməni cəmiyyəti göstərmək üçün. O mənada taktiki baxımdan bu zaman ərzində Türkiyəni, təbii ki, altyapıda Azərbaycanla razılaşaraq sülh sazişinə qədər sərhəddən atılmasına mümkün ola bilər və bu bir faciəvi məsələdə sayılmaz məncə. Ola bilərmi ki, Ermənistandakı seçkilərə qədər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılma məsələsi razılaşdırılsın? Mümkündür. Bir tarix müəyyənləşdirilsin ki, bu tarixdə Ermənistanla Türkiyə arasında sərhəd açılacaq. Mümkündür. Yəni, bütün halda ona hesablanır ki, bilirsə, Ermənistan özünü açılmış bazara çıxarıb. İndi bunu kim neçə alacaqdır, kim necə, özü meyli hansı tərəfədir? Bu alver gedir burada. Mən çox əvvəllər də bunu demişdim. Gün gələcəkdir ki, Ermənistan Azərbaycandan qaz neft alacaqdır. Mənə o vaxt güldürdülər ki, bu nədən aşır? Artıq alır. Alır bəli. Və gün gələcək ki, Ermənistan Türkiyənin Azərbaycan çətiri altına keçəcəkdir. Bunlar qoltuq altı dövlətdirlər. Fransa çox uzaqdadır. Rusiya bitir. Rusiyanın özünü bu dəqiqə ilə çətiri altına almaq lazımdır. Türkiyə və Azərbaycan güclənir və bu bölgədə ermənilər özlərinin sığınacaq yeri olaraq da Azərbaycanı və Türkiyəni seçəcəkdilər. Və Azərbaycan və Türkiyənin bu məkanda, geopolitik məkanda bir oyunçusu kimi, piyadası kimi davranmaq məcburiyyətində qalacaqlar. Başqa yolları da yoxdur. Ona görə Türkiyənin və Azərbaycanın bu mərhələdə Ermənistanı hürkütməməyinə normal baxmaq lazımdır. Ermənistan müstəqil dövlət deyil, biz bunu bilirik. Tabii. Zamanında Rusiyanın forpostu idi, indi özünə başqa bir ağa axtarır. Fransa prezidenti Emmanuel Macronun İrəvan küçələrində hərəkəti onu göstərdi ki, Ermənistan indi Fransanın forpostu olmaq istəyir. Macron sanki özünü Ermənistanın rəhbəri kimi aparırdı. Fikir verdiniz də? Görüntülərə baxdınız, İrəvan küçələrində gəzintisi olsun, nə bilim, gah mahnı oxudu, gah piyanə çaldı, gah nə bilim, neynədi. Hərdən bir hoqqabazlıq elədi İrəvanda və sanki göstərməyə çalışır ki, buraların yiyəsi, ağası mənəm. Rusiyadan Ermənistan tamamilə qopur. Biraz öncə xatırlatdıq, Avrasiya İqtisadi İttifaqının tədbirinə Paşinyan getmir, 9 may qələbə paradına getmədi. Putinə çox aqressiv cavablar verir. Qorxmadan cavablar verir. Fransa ilə isə münasibətləri daha da istiləşdirir. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Hətta biraz da fəaliyyətini genişləndirmək niyyətindədir. Necə düşünürsünüz? Fransa Ermənistanı tam nəzarətinə keçirib burada öz niyyətlərini reallaşdıra bilərmi? Yoxsa Ermənistanın Azərbaycan və Türkiyədən başqa yolu yoxdur? Təbii ki, Fransa əvvəlkinə nisbətən daha çox burada mövqeləri möhkəmlənəcəkdir. Aydın məsələdir. Rusiya çəkilirsə, o boşluğu doldurumlar olacaqdır. Amma Rusiyanın... O boşluğu Türkiyə doldursun, Azərbaycan doldursun. Biz Fransanı bölgəyə niyə buraxmalıyıq? Təbii. Amma məsələ burasındadır ki, Fransa çox uzaqdadır.
və o rəqabətlə, bu bölgə rəqabətinin içərisində və bu günləri Rusiya ilə Ermənistan baş-başa gəlməyə məsələlərdə boşluqları ilə Azərbaycan dolduruq da. Deyək ki, neft o vermir, bizimkilər verir. Satırıq da, pulumuzu alırıq, neft satırıq. Ya sərhədlərin açılması istəyirlər. Fransa nəyi dolduracaq ki burada? Silah satmaqla mı? Silah hamı satır. Bu dəqiqə əslində elə silah Türkiyədən daha çox alırlar. Ən müasir silahları. Amma hər kəs də öz hakimiyyətini qurmaq istəyir. Baxın, Putin oradan sifariş verir ki, Paşinyana, Rusiya vətəndaşlarını seçkə burax. Mən hakimiyyətimi qurum. Makron gəlib ki, mən hakimiyyət qurum. Amerikanlar orada başqa bir şey deyir. Avropa İttifaqı missiyası bir başqa şey istəyir. Amma Azərbaycan isə Türkiyə real olaraq utopik gələcəkdə nə olacaq yox. Faktiki olanına deyir ki, mənim dediklərim eləcəksin, dediklərində budur. Sülh gündəlik bundan ibarətdir, gedişat bundan ibarətdir, delimitasiya bundan ibarətdir, alver də bundan ibarətdir. Bunu eləcəksin. Ona görə bu boşluğu doldurmağa cəhd eləsələr də daha çox burada, yerində, bölgədə ən yaxın dövlətlər olan Azərbaycan və Türkiyə güclü olduğu üçün və bütün deyək ki, logistik imkanlar, təhlükəsizlik baxımından falan bunlar dolduracaq. Bu əslində Ermənistan özdə də sərf edir axı. Biri var ki, bu dövlətlərə qarşı ciddi müqavimət sistemi qurmağa çalışsın. Havadan müdafiə sistemi, ordu falan ki, bunların da əhəmiyyəti yoxdur, kiçik bir dövlətdir. Bir də var ki, bunlarla dost olursan, sən bunlarla iqtisadi əlaqələri girirsən, əməkdaşlıq edirsən və bu kasıbçılığın daşını atır sənin dövlətin. Cəmiyyətin içərisində də münasibət artıq hələ təzə bu müharibə qutarıb da Ermənistan cəmiyyətində söhbət gedir. Azərbaycanla Türkiyə olan münasibət tamam fərqli artıq vəziyyətdədir. Nəinki Avropaya başqasına. Çünki çıxış yolları yoxdur, başqa yolları yoxdur. Amma bu rəqabətdir. Fransada, başqa dövlətlər də bu bölgədə möhkəmlənməyə çalışacaqlar. Bunu göz ardı eləmək, əmin olmaq ki, yox, biz heç nə eləməyək elə. Bunlar biz də ona görə müəyyən hərəkətlər eləməliyik. Dediniz, bayaq dediniz, Türkiyə sərhəd açılımı olsun, Azərbaycan iqtisadi əlaqələr olsun. Müəyyən məsələlərdə buna meydan verməlisən ki, bu vəziyyətdə də çıxsın. Ondan sonra indi referendumlardan sonra ya indi nədir konstitusiyası dəyişiləndən sonra da indi bu qorxu bəzi şeylər eləməyə. Daha ciddi şəkildə yaxınlaşma imkanları yaranacaqdır. Bu rəqabət dünyada heç vaxt bitməyibdir və heç vaxt da bitməyəcəkdir. Amma sonuç olaraq bizim şanslarımız, imkanlarımız potensialımıza görə və yaxınlığımıza görə başqalarından daha çoxdur. Reallıq budur ki, Paşinyan Azərbaycanın dəmir yumruğundan ehtiyat edərək münasibətləri normallaşdırmaq niyyətindədir. Türkiyə ilə əlaqələri yaradıb, sərhədin açılmasına nail olub, Ermənistanı blokadadan çıxartmaq istəyir, dalan ölkə olmaqdan çıxartmaq istəyir. Amma Azərbaycan və Türkiyədən də qorxduğundan, ehtiyat elədiyindən böyük bacısını da yanında görmək istəyir. Ona görə Fransiya, mən düşünürəm ki, daha çox meyl edir, Makronu Ermənistanda o formada hərəkət etməsinə imkan yaradır. Hətta məndə şübhə yoxdur ki, mən buna inanıram ki, Makronun Ermənistandan quru sərhədlə keçib Türkiyəyə getmə təklifini də bəlkə də Paşinyan verib. Ki onun mövqelərini, Fransanın mövqelərini bu bölgədə gücləndirmək üçün. Amma biz heç bir halda Fransanın Cənubi Qafqazda möhkəmlənməsinə imkan verməməliyik. Başqa məsələ. Əgər Fransa burada möhkəmlənərsə, nə zamansa Ermənistandan Rusiyanın istifadə elədiyi kimi istifadə eləyib Türkiyə və Azərbaycana qarşı hansısa çirkin oyunlarda istifadə edə bilər. Biz nə etməliyik Türkiyə və Azərbaycan olaraq ki, Fransanın oyununu pozaq və onu Cənubi Qafqaza buraxmayıb? Turabə, baxın, Fransa Avropa İttifaqının nümayəndəsi kimi bura gəlibdir və Paşinyan bugün seçim eləmək imkanları axtarır. Avropa İttifaqı yoxsa Avrasiya İqtisadi İttifaqı. Bəli. Və üzünü tutub Avropaya. Fransa o təmsilçidir və Fransadan bəzi şeylər istəyir və Fransa vəd verir. Nəyə vəd verir? Ordu quruculuğu, silah-sursat, maliyyə yardımı və açıq şəkildə deyir ki, Ermənistanın Avropa İttifaqından qabağına çıxda bütün maneələri aşmaqda kömək edəcək. Ona bir dəstək lazımdır. Avropa İttifaqının təmsilçi olaraqdan Fransa çıxış edir. Təkcə Fransa dövləti olaraqdan yox. Bu məsələdə tutaq ki, Ermənistan Türk dövlətləri təşkilatına daxil olmur ki, biz o missiyanı bir başqa Qazaxıstanın, Azərbaycan üzərinə qoyaq. Onun tutduğu məkan başqadır. Amma siz dediyiniz kimi Fransanın özünü Türk dünyasına, Türkiyə, Azərbaycan münasibətdə məlumdur. Baxın, Mavi Vətəndə
dəniz siyasətində Türkiyəni Ege dənizini həbs eləmək istəyirdilər. 6 müttəfiq yığılmışdı, Fransada başda olmaqla. Türkiyəni basmışdılar oradakı, bir daha Ege dənizində həbsdə qalacaqsın. Türklər çox buna sərt şəkildə reaksiya verdilər. Yunanlar da, Fransızlar da, başqaları da geri oturdular. Və sonra hətta o blokda olanların bir çoxları Türkiyənin yaxşı münasibətlər qurmağa başladı. Türkiyə, Türk dünyasına o zonada uduzan bir Fransa var. Yaxın şərqdə uduzan bir Fransa var. İslam dünyasında uduzan bir Fransa var. Çünki Fransa İslam dünyasında da imperiya qurmuş, müstəmləkə siyasəti yürütmüş bir dövlətdir. Əlindən çıxıbdı və indi onun əlindən çıxanlar Türkiyələ yaxınlıq eləməyə başlayıbdı. Hər yerdə əlindən çıxıbdı. Qafqazlardakı bu mübarizədə də Fransanın şansları çox zəifdir. Amma mübarizəni aparacaqdı. O da böyük bir dövlətdir. Çalışacaqdı mübarizə aparsın. Əlbəttə ki, geopolitik bu zonada, bu masada və sahədə Azərbaycan və Türkiyə, yenə də deyirəm, məhvərində Türk dünyası, Türk dövlətlər təşkilatı olmaqla elə bir ciddi güc olaraq da mövcud olmalıdır ki, başqaları bu bölgədə gəlib söz sahibi olmağa cəhd eləməzlər. Bu bölgənin söz sahibi bizik. Bu bizim bölgəmizdir və hesab edirəm ki, Amerika başqaları da bu bölgədən çəkiləndə daha çox üstünlüyü Türkiyə buraxırlar. NATO'da böyük ikinci güc olaraq da baş verənlərə baxın, İraqda baş verənlərə, Suriyada baş verənlərə, Amerika çəkildiyi üçün boşluğa kim tutur? Bəzən zahirən bir atışmalar ola bilər, F-35 belə gəldi, havada müdafiə sistemi belə getdi, amma altyapıda Türkiyə Amerika tərəfindən çox sayğınla qarşılanır və o boşluqların da daha çox Türkiyənin tutmasında elə Amerika özü də istəkləri var və daha çox da Böyük Britaniya istəkləri vardı. Dünyanın taleyini həll edən Anglosakslar burada türklərlə, Türkiyələ də, Azərbaycanla da bir fərqli münasibətin içərisindədirlər. Fransa və Almaniya Avropada mütəmadi rəqabət içərisində olubdular. Hətta Avropa Birliyi içərisində, Avropada belə Amerikanlar artıq üstünlüyü Fransızlara yox, Almanlara verirlər. Artıq Almanları daha çox irəli çəkirlər, daha çox söz sahibi eləməyə çalışırlar, daha çox onların indi hərbilərinin böyüməsinin imkanları yaradırlar falan. Fransızlar məsələn qısqanc mövqedədirlər. Əslində Fransanın Qafqazlara tələm-tələsik gəlməklərinin içində də bir bu var. Bir Amerika qısqanclıq, Avropayizm vardı. Zəngəzur dəhlizindəki Avropa, Amerika ayaq qoyubdu. Azərbaycan da və Ermənistan da tərəfdir. Türkiyədə də burada qonşu dövlətdir. Bu imkanın daxilində Amerika oturub burada, Fransa qalıb qıraqda. Özü də böyük bacıdır. Fikirləşir ki, yox, mən də burada olmalıyam. Çalışacaq da, amma mən hesab eləmirəm ki, bu böyük qlobal oyunun sonunda nəinki bölgədə, artıq etiraf eləməliyik ki, Türkiyə bölgə dövlət deyil. Artıq Türkiyə qlobal, böyük dünya dövlətidir. Artıq Azərbaycan da Cənub Qafqaz dövlətlərindən biri deyil. Cənub Qafqaz lider dövləti də deyil, ikinci mərhələ idi. Artıq bu bölgədə bölgə liderlərindən birisidir və artıq Avropada da, Asiyada, Çin kimi böyük dövlətlər bu məkanda hansısa sözün həyata keçməsi üçün Azərbaycanın iki dodağın arasından hansı sözü çıxacaq gözü. Bu bizim millət olaraq, dövlət olaraq böyük bir uğurumuzdur. Yəni belə vəziyyətdə imkanlarımızı itirmək yox, imkanlar qazanmaq, balanslı siyasət yürütmək, kimisə cəbhəsində gedib orada yer tutmamaqdan ki, bu gün o siyasət yürüdülür, mən daha çox qane eləyir Azərbaycan və Türkiyənin yeritdiyi siyasət. Bu siyasətin sonu burada kənar dövlətlərin gəlib dominant olmağına imkan verməyəcəkdir. Bunu istənilən bölgə dövləti belə baxır ki, mənim bölgəmdə gəlib başqası dominant ola bilməz, mən burada varam. Və yeni dünya düzəni içində qurulur. Bu yeni dünya düzənində də mən 98-də bir kitab yazmışdım, Yeni Dünya Düzəni Siyasəti az yer ver oldu. Göstərmişdim. Ya idarə edən olmasan, ya idarə olunan olmalısın. O idarə edən olmağın üçün də resurslar lazımdır. İndustrial qaynaqlar, insan amili, geopolitik mövqələrin və s. Azərbaycanda olanlar burada Ermənistanda yoxdur, başqa dövlətdə yoxdur. Fransa da onu bura gətirə bilməz. O şeylər mövqe olaraqdan uzaqdadır. O mənada mən yəni biz idarə edərik. Əminəm ki, təbii ki. Yox, ana artıq bunu qəbul ediblər. Məsələn, Trump bizim prezidentlə görüşürdü, Amerikada görüş keçirdi. Azərbaycan ölçüdə kiçik bir dövlət sayılır, doğru mu? Bəli. Amma çox böyük dəyər verirdi. O prezidentin timsalında Azərbaycan xalqına, millətinə və dövlətdən verilən qiymətdir. Və dünyada o qalibləri, şərəfli qaliblər çox sevərlər. Bizə müharibədən sonra bizə münasibət çox dəyişdi. Yəni dünyanın igid xalqı, döyüşçən xalqı, torpağını azad edə bilən xalqı. Belə xalqlar çox azdır. Kiçik bir əraziləri belə qalır,
Gürcülər nə gündədirlər? Əraziləri Rusiyanın əlindədir. Moldova oradan tikə parça vəziyyətdədir. Orta Asiyada hələ didişirlər orada. Anklav mənimdir, bura mənimdir davası gedir falan. Başqa elə dünyanın başqa ölkələrində çıxmanıb Sovet məşələ baxdı. Yəni Azərbaycan artıq sayılan dövlətdir və böyük məsələlər Azərbaycanla müzakirə olunur. Azərbaycan prezidenti getmədi Yerevanda tədbirə, doğru, amma onlayn formatda qatıldı, sözünü dedi və onları çox sərt şəkildə tənqid elədi. Yəni o tribünə. Ona görə mən bayaq deyirdim ki, tribünə bizə çox lazımdır. Yəni ölkə prezidenti həmişə özü danışmalı deyil ki. Bizim o dostluq qrupları falanlar o savaşmalılar o şeylər, məsəl meydanlarda, Avropa İttifaqında, Avropa Şurası falan. Meydan onunda savaşmalısan sən orada. Orada nəticə, şu adı nədir sənin orada? Hər şeylə prezident deyəcəkdir. O Paşinyanı oradan biabır eləyir. İranı oradan rüsvə elədir. İran söyüş söydü. Az qaldı bir söyüş söydü. İran ünvanı var. Bizlər başqaları eləməlidir. Başqa nazirliklər vardı, qurumlar vardı, deputat qruplar vardı, parlament nəyə lazımdır adamlar orada oturublar? 125 nəfər oturub orada. Hamısına ait deyil orada. Sonra ləqətli, işin bilen adamlar var. Bir qrup heç bilmir ki, orada niyə oturubdur? Status nədən ibarətdir? Elə şeylər var ki, dövlət ərkanıdır. Prezident onu deyə bilmir. O yerə çatdırırsınız ki, o yerə çatdırırsınız ki, onu siyasətçilər deməlidir, deputatlar deməlidir. İran'daki şərəfsizlər, bir qeyrətlər, hər şey dedi, daha o şey qalmadı deməz. Buna görə, bu mən nə üçün deyirəm? Və bunu hesablaşırlar bunlar. Niyə? Azərbaycan odur. Azərbaycan artıq bölgə gücüdür. Və Türkiyənin də ki, Çin-Çini veribdir ki, bunu pozmağa bəzi məqamlarda çalışanlar tapılır. Burada da tapılır, orada da tapılır, kənarda da. İnşallah ki, bunlar baş tutmaz. Biz Çin-Çinə Türk Dövlət Təşkilatında böyük, daha da ciddi inteqrasiyanla həm kiber təhlükəsizlik, həm bu yeni bu modern məsələlər çıxıbdı da bu, nə bilim, süni intellekt məsələsi ilə, ordu quruculuğu, xarici siyasət, kəşfiyyat, ortaq iqtisadiyyat, ortaq müdafiə sənayesi məsələlərlə bağlı olaraq bir ev kimi davranmağa bacarmalıyıq. Vahid bir güc kimi. Belə olacaqsa, bizim elə bir mövqeyimiz var ki, elə bir insan amili potensialımız var ki, bizdən heç kim gəlib bölgəmizdə ağa kimi danışa bilməz. Mən inanıram ki, sizin bu dediklərinizin hamısı olacaq. İnşallah. Azərbaycanla Türkiyə birlikdə artıq dünyanın qlobal güc mərkəzinə çevrilib. Mən Azərbaycanla Türkiyəni ayırmaq istəmirəm. Tabii. Bu iki qardaş dövlət, qardaş ölkə, qardaş xalq artıq qlobal güc mərkəzidir. Biz öz yerləşdiyimiz regionda və eyni zamanda sizin də qeyd etdiyiniz kimi biraz da yerləşdiyimiz regiondan kənarda söz sahibiyik. Türkiyə isə artıq qlobal güc mərkəzidir. Dünyanın hegemon gücləri bu bölgədə, bu regionda bizimlə hesablaşmaq məcburiyyətindədirlər. Mən hesab edirəm ki, Fransa necə gəlib, elə də gedəcək. Bugün nəsə etməyə çalışır Emmanuel Macron. Ermənistan vasitəsilə bölgədə qalmaq, buraya daxil olmaq, burada öz maraqlarını diktə eləmək istəyir, amma bu alınmayacaq. Bu alınmayacaq. İstər dünyanın bir nömrəli süper gücü, Amerika Birləşmiş Ştatları olsun, istər Böyük Britaniya olsun, istər Fransa olsun, istər Rusiya olsun, kim olur olsun, qlobal güclər, Çin olsun, onların hamısı bu regionda Türkiyə və Azərbaycanla hesablaşmalıdır. Bizim diktə elədiyimiz formada hərəkət etməlidir. Bunun əksi yoxdur. Artıq Azərbaycan və Türkiyə o gücün yiyəsidir. Bir daha minnətdaram sizə dəvəti qəbul edib studiyaya gəldiyiniz üçün, maraqlı söhbət üçün. Tamaşaçılarımıza sizə xatırladıram ki, studiyamızın bugünkü qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili, hörmətli Fərəc Quliyev idi.